Sabunçu rayonu Ramana qəsəbəsi 90 nömrəli məktəbə gedən yolda səki yoxdur. Məktəblilər hər gün dərsə getmək üçün avtomobil yoluna çıxmağa məcbur qalırlar. Xüsusilə nəqliyyatın intensiv olduğu vaxtlarda şagirdlərin maşın yolu ilə hərəkəti son dərəcə təhlükəli vəziyyət yaradır. Uşaqların yanından sürətlə keçən avtomobillər valideynlərin narahatlığını daha da artırır. Bütün valideynlər burada olur ki, uşağın heç olmasana yoldan keçirsin. Piyadalar qorxar yolun ortası ilə. Yolun ortası, vallahi o maşınlar saxlayırlar orada. Bir dənə baxan yoxdur. Yolun ortası ilə gəlib keçirir. Allaha and olsun. Yol səhər çox bərbad vəziyyətində olur. Uşaqlar yolda çox təhlükəli şəkildə olur. Biz özümüz də ki, valideynlər qorxa-qorxa uşaqlarını gətirirlər məktəbə. Problem bununla da bitmir. Məktəbin qarşısındakı piyada zolağı silinib. Bizim bugünkü gün ən böyük problemimiz uşaqlara görə. Görürsünüz də yerdə peşəxod yoxdur. Yəni məktəbin qabağında peşəxod olmalıdır ki, sürücü də gəlib görüb yol versin. Birinci növbədə odur. İkinci növbədə yolların qanunu səki olsa çox gözəl olar. Yolla. Maşın yolunda? Maşın yolunda. Təhlükəli deyil? Təhlükəlidir bəs nə? Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətindən Xəzər xəbərə bildirildi ki, yolların əsaslı təmiri zamanı piyada səkilərinin tikilməsi Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. 90 nömrəli tam orta məktəbin qarşısında səki hissəsi olsa da, yolun digər kənar hissələrində səki salınmayıb. Bununla bağlı Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən sözügedən küçədə piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə yol boyunca yeni piyada səkilərinin tikilməsi ilə bağlı agentliyə müraciət olunub. Məktəbin qarşısında piyada zolağının silinməsinə gəlincə, Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, silinən nişanlanma xətlərinin yenilənməsi mərhələli qaydada həyata keçirilir. Sözü gedən ərazidə də xətlər yenilənəcək. Hazırki vəziyyətdə hərəkət iştirakçıları ərazidə quraşdırılan yol nişanlarının tələblərinə riayət etməlidirlər. Nigar Polad, Elmin Bayramlı, Ramil İbrahimov, Xəzər xəbər.